Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Salam, əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Mən bu günləri Rəcəb ayının birinci gecəsi haqqında məlumat verəcəm. Bildiyiniz kimi, Hicri qəməri aylarının günü məğrib azanından sonra başlayır. Yəni gün batdıqdan sonra artıq birinci günün gecəsi başlayır. Və bu gecənin əməlləri, bir neçə əməli vardır ki, mən bu əməllər haqqında sizə məlumat verəcəm. Onlardan biri, insan Rəcəb ayının hilalını gördükdə salavat zikr edə bilər, dua edə bilər, özü və ailəsi üçün əmin-amanlıq istəyə bilər. Bu istər ərəb dilində, istər Azərbaycan dilində fərq etməz. Hər hansı bir dildə bunu edə bilər. İkincisi, bu ayın birinci gecəsində insan qüsul verməsi daha yaxşı olar. Məsələn, Rəcəb ayının birinci gecəsinin qüsulunu edirəm, qurbətən ilallah. 3. Yaxşı olar ki, İmam Hüseyn əleyhissalamın ziyarəti oxunsun bu gecə. Təbii ki, Kərbəlada oxuya bilərsə Kərbəlada oxusun və yaxud Kərbəlaya gedə bilmirsə öz evində oxusun. Hər halda açıq bir havaya çıxıb, açıq bir səma altında, yəni üzünü Kərbəla istiqamətinə tutub ən azından Əssalamu aleykə ya Əba Əbdillah, salam olsun sənə ya Əba Əbdillah da deyə bilər. 4. Bu gecə oyaq qalmaq, yəni əhya saxlamaq daha çox təkid olunmuşdur ki, ən gözəl ibadətdir. İmam Sadiq əleyhissalamdan da vardır ki, Həzrəti belə nəql edir ki, Həzrəti babam Əli, yəni Həzrəti Əli 4 gecədə əhya saxlayardı, yəni oyaq qalardı və onlardan biri Rəcəb ayının birinci gecəsidir, 2. Şaban ayının 15-ci gecəsi, 3. Fitr bayramı gecəsi, 4. Qurban bayramı gecəsi. Yəni bu gecələrdə oyaq qalmaq fəzilətlidir. Ümumiyyətlə, əhya saxlamaq, ümumiyyətlə belə deyək, dua etmək, gecə namazı qılmaq, yəni bu gecələrdə məsələn insan müəyyən o əməlləri etdikdən sonra daha çox tövsiyə olunur ki, birinci gecəni əhya saxlaya. Məsələn, insan gecə namazı da qıla bilər, ondan sonra dualar eləyə bilər ki, bunlar yəni, əlavələr, yəni belə deyək də, detallar daha yaxşısı məfatih kitablarında qeyd olunur. Və bundan da əlavə birinci gecənin duaları vardı ki, qeyd etdim ki, bunlar yenə qeyd olunur. İqbal kitabında nəql olunan mən 2 namazı istəyərdim sizin diqqətinizə çatdıram. Yəni bu gecənin 2 namazı vardı ki, Həzrəti Peyğəmbər buyurdu. Yəni bu namaz çox sadə namazdır. Hər birimizin qıla biləcəyi bir namazdır. Həzrəti Peyğəmbərimizin belə buyurduğu yazılır ki, Rəcəb ayının birinci gecəsində məğrib namazını qıldıqdan sonra 2 rükət olmaqla 20 rükət namaz qılın. Namazın hər rükətində Fatihə surəsi və bir dəfə də İxlas surəsi oxuyun. O Həzrət sözünün davamında buyurdu. Heç bu namazın savabını bilirsinizmi? Səhabələr dedilər. Allah və Rəsulu daha yaxşı bilir. Həzrət buyurdu. Bu namazı Ruhul Əmin öyrətdi mənə. Və kim bu namazı qılsa, onun özü və ailəsi, malı və övladları amanda qalar. Qəbir əzabından ona pənah verirlər və siratdan sorğu-sualsız və işıq surəti ilə keçər. Namaz sadə namazdır. 20 rükətdən ibarətdir. Sübh namazı kimi 2 rükət qılınır. Bu birinci namaz. İkinci namaz isə İqbal kitabında yenə Həzrəti Peyğəmbərimiz Salavatullahdan daha bir asan namaz qeyd olunmuşdur ki, o Həzrət buyurmuşdur. Kim Rəcəb ayının birinci gecəsində İşa namazından sonra 2 rükət namaz qılsa, onun keçmiş günahları bağışlanar, o günahlardan təmizlənər və anadan yeni doğulan insan kimi günahsız olar. Namaz bundan ibarətdir. Birinci rükətdə Fatihə surəsi, ardınca bir dəfə İnşirah surəsi, daha sonra 3 İxlas surəsi oxunulur. İkinci rükətdə Fatihə surəsi, ardınca bir dəfə İnşirah surəsi, daha sonra isə İxlas surəsi, daha sonra isə Muəvvəzəteyn surələri oxunur. Yəni Fələq və Nas surələri. Təşəhhüd və salam deyilir. Namazı tamamladıqdan sonra La ilahə illallah zikri deyilir. 30 dəfə La ilahə illallah zikri deyilir. Daha sonra Peyğəmbərə 30 salavat göndərilir. Gecəni əhya saxlamaq gözəldir bu gecənin əməllərindən və bu gecə şərafətli gecələrdən biri hesab olunur. Ümumiyyətlə, müraqib insan ələxüsus da müstəhəbbə əməlləri etmək ixtiyarındadır. Mühasibat eləməlidir özü ilə, hər gün haqq hesab eləməlidir və müraqib insan, seyr-sülük əhli olan insan bu əməllərdən geri
qalmamalıdır. Və müraqib şəxs ixlasa sahib olmaq üçün bu ayda həmçinin Şaban və Ramazan aylarında da dua etməlidir və ümumiyyətlə ömrü boyu dua etməlidir və bu məsələ bizə böyük bir əhəmiyyət kəsb eləyir. Bundan da əlavə mütəal Allahın əfvi böyükdür və günahlara savaba çevirən Allahdır və daha çox tövsiyə olunan əməllərdən biri də Muhammed Ali Muhammedə salavat və salam göndərməkdir. Çünki Allaha üst tutmaq üçün bizim üzümüz yoxdur. Biz günahkarıq. Bu nöqsanımıza görə onun ləyaqətli dostlarını vasitəçi etməliyik. İnşallah ki Allah dua və ibadətlərinizi qəbul etsin. Vəssalamu aleykum və rəhmətullahi.